Almaniyada belə bir xidmət var. Çünki bu bilirsiniz, maşın işi çox müşkül bir işdir. Bu Azərbaycanın məsələsi deyil. Ciddi bir seçimdir belə. Və deyirlər ki, tamam da gedək bunu biz konsultasiya eləyək. Məsələn, müəyyən bir məbləğ ödəyək. Bu Almaniyada 50 evrodur. 30 dəqiqəsi 50 evro. Əvvəl 30 evro idi, indi 50 evrodur. Və ondan sonra adamlar deyirlər ki, tamam təşəkkür edirik. Deyirlər ki, lap sizə pul verək, bu konsultasiyanı eləyin də bizim üçün. Amma bəy, Azərbaycanda mənim əslində qalıb bu qəşəng bir biznesdir. Elə açırsan konsultasiya bir bürosunu və işləyirsən. Amma mən istər YouTube kanalımda, istərsə də belə insanların çoxuna bunu pulsuz eləyirəm. Pulsuz elədiyim halda belə baxıram ki, belə pis çıxmasın, çatmadı. Yəni çatana onsuz da 2 dəqiqə vaxtım gedir. Cavab belə olur. Allah səndən razı olsun. Allah ballarını saxlasın. Allah səni yüksəltsin. 2 dəqiqə. Bu da Azərbaycan xalqı üçün halal xoş.